Selamünaleyküm əziz abituriyentlərim. Hamınıza uğurlar arzu edirəm. Baxırıq rasionel kəsirlə mövzu 2025-ci test toplusu. Deməli mövzu 3. Səhifə 52. Bismillah. Birinci misal. Deməli 3A üstəgəlsin 2B bölünsün B bərabər deyir 8 olarsa A üstəgəlsin B bölünsün B ifadəsini tapın. Bu nəyə bərabər? Tənasübə keçsə deməli 3A üstəgəlsin 2B bərabərdir 8 vursun B olacaq 8B. Buradan 3A'nı tapanda 8A'dan çıxırsınız 2B'nin ilə də 6B. Buradan da A bərabərdir nədir 2B. İstəsəniz yerinə qiymətlər qoya bilərsiniz. B'nin yerinə 1, A'nın yerinə 2. Ən yaxşısı A'nın yerinə elə öz ifadəsini 2B yazaq. 2B üstəgəlsin B bölünsün B. Bu da bərabərdir 3 vurulsun B bölünsün B. Beləliklə misalın cavabı 3'dür. İkinci tapşırıq A bölünsün B bərabər 4 olarsa demək 2A'nın kvadratı çıxılsın AB bölünsün AB üstəgəlinsin 3B'nin kvadratı ifadəsinin qiymətini tapın. Yəni A'nın yerinə 4, B'nin yerinə 1 qoya bilərsiniz ən rahatı. Ancaq ümumi qayda A bərabər 4B. Bu olacaq 2 vurulsun. A'nın yerinə 4B yazada 4B'nin kvadratı 16B kvadratdır. Demək 2 vurulsun 16B'nin kvadratı çıxılsın. 4B vur B. Yəni 4B'nin kvadratı. A'nın yerinə 4B yazmışıq. 4B vur B. Yəni 4B'nin kvadratı. Üzərinə gəlsin 3B'nin kvadratı. Demək sürət oldu. 2 dəfə 16 32. 32-dən 4 çıxdı elədi 28B'nin kvadratı. Məxrəcdə oldu 7B'nin kvadratı. İxtisar 7 cavab elədi 4. Üçüncü tapşırıq. X üstəgəlsin 2Y bölünsün deməli Y bərabər 5 olduqda 7X bölünsün Y ifadəsinin qiymətini tapın. Yenə tənasübə keçsək X-dən 2Y-in cəmi bərabər 5Y. Buradan alırsınız X bərabərdir 5Y-dən 2Y çıxırsınız 3Y. Demək X-in yerinə 3Y ifadəsini yazırsınız. İxtisar aparsın cavab elədi 3 dəfə 7 21. Dördüncü tapşırıq X plus Y bölünsün Y bərabər 3 olarsa demək 3X kvadratı çıxılsın 4Y-in kvadratı bölünsün deməli Y-in kvadratı ifadəsinin qiymətini hesablayın. Deməli tənasübə görə X-dən Y-in cəmi bərabər 3Y. Buradan X-in yerinə yazırsınız 3Y çıx Y, yəni 2Y. Yerinə yazanda deməli X-in yerinə 2Y yazanda 2Y-in kvadratı bütövlüklə 4Y kvadratı oldu. Yəni 3 vurulsun 4Y-in kvadratı çıxılsın 4Y-in kvadratı bölünsün Y-in kvadratı. Bu da bərabərdir 3 dəfə 4'üm 12. 12-dən 4'ün çıxdın 8. 8Y kvadratını Y kvadratına böləndə cavab elədi 8. 5-ci tapşırıq. A üstəgəlsin B bölünsün B bərabər 0.5 yəni 2'də 1 olarsa tapın deməli A'nın kvadratı çıxılsın B'nin kvadratı bölünsün nədir? AB-ni nəyə bərabərdir? Buradan elə deməli tənasübə keçsə 2A üstəgəlsin 2B bərabərdir B-yə. Buradan alırsınız ki deməli 2A bərabərdir mənfi B-yə. Şimdi B'nin yerinə yazırsınız nədir? Mənfi 2A. Bəli bu şəkildə. İstəsəniz A minus B A plus B bölü B elə onun yerinə yəni 2'də 1 yazma olar. Ya da ən rahatı elə B'nin yerinə mənfi 2 yazaq. A'nın kvadratı çıxılsın. B'nin yerinə mənfi 2 yazanda 4A'nın kvadratı oldu. B'nin yerinə mənfi 2 yazırsınız. Mənfi 2 A'nın kvadratı. Demək yuxarı oldu mənfi 3A'nın kvadratı. Aşağı oldu mənfi 2A'nın kvadratı. Cavab 3 bölünsün 2. Beləliklə cavab nədir? 1,5'dir. 6-cı tapşırıq. Altıncı tapşırıq. Deməli 3A üstəgəlsin B bölünsün A üstəgəlsin B bərabərdir 1 deməli olduqda hesablayın 4A'nın kvadratı üstəgəlsin 3AB üzərinə gəlsin B'nin kvadratı bölünsün deməli 3A'nın kvadratı üzərinə gəlsin B'nin kvadratı nəyə bərabər?
Tənasübə keçsək 3A üstəgəlsin B bərabərdir A plus B-yə. Buradan B ilə deməli düz mü yazıq? Bu 3A üstəgəlsin 5B-ymiş. 5B. Buradan deməli 3A'dan A-nı çıxdıq 2A elədi. B-dən də 5B-ni çıxdıq elədi mənfi 4B. Belə ilə A-nın yerinə yazırıq mənfi 2B-ni. Bəli, A-nın yerinə mənfi 2B yazaq. Deməli 4 vurulsun. A-nın yerinə mənfi 2B yazanda 4B-nin kvadratı belə. Sonra buradan A-nın yerinə mənfi 2B yazanda elə də mənfi 6B-nin kvadratı. Üstə gəlsin B-nin kvadratı. Yəni A-nın yerinə mənfi 2B yazanda 4B kvadrat vurur 3. 3 vurulsun 4B-nin kvadratı üstə gəlsin B-nin kvadratı. Bu bərabər. Bu da bərabər. Yuxarı oldu deməli 4 də 4-üm 16. 16-dan 6-ın çıxdınız elədi 10. Üstünə 1 gəldiniz 11B-nin kvadratı. Məxrəcdə 12, bu da 1. 13B-nin kvadratı. Oradan da B-nin kvadratı ixtisar getdi. Cavab elədi 11 bölünsün 13. B. Sonra növbəti 7-ci tapşırı baxa. 7-ci tapşırı. Deməli 5A çıxılsın 3B, 5A çıxılsın 3B, bölünsün A çıxsın B. Bu da bərabər nədir? 2 olarsa, tapın 2A-nın kvadratı üstə gəlsin 5AB, belə çıxılsın B-nin kvadratı, bölünsün 4A-nın kvadratı üstə gəlsin B-nin kvadratı nəyə bərabər? Bəli, yenə də tənasübə keçsək 5A çıxılsın 3B bərabər deməli 2 vurulsun A çıxılsın 2B'yə. Buradan 5A'dan 2A'nı çıxanda 3A. Mənfi 3B də sağ tərəfə gedir. Oldu nədir? 3B çıxılsın 2B yəni B. Harada B var? Yerinə 3A yazmaq lazımdır. Bəli. Bu bərabər olacaqdır. Aha, deməli 2A deməli qalsın 2A'nın kvadratı qalsın üstə yerə. B-nin yerinə deməli yazırsın 3A-nı. B-nin yerinə 3A yazanda 15A kvadratı. B-nin yerinə 3A yazanda 9B-nin kvadratı. Bölünsün 4A kvadrat üstə gəlsin. B-nin yerinə 3A ilə 9A-nın kvadratı. Bu da bərabərdir. Demək yuxarı oldu 2 ilə 15-in cəmi 17. 17-dən 9 çıxdı 8. Məxrəc elədi 4 ilə 9-un cəmi 13A-nın kvadratı. İxtisar getdi. Bir dəqiqə yuxarı mən nə yazmışam? Yuxarıda deməli bir dəqiqə 2A-nın kvadratı üstə gəlsə 15A-nın kvadratı, B-nin yerinə 3A yazmışdıq. B-nin yerinə 3A bu 9A-nın kvadratı idi 9. Ona görə yuxarı oldu 8A-nın kvadratı, məxrəc 13A-nın kvadratı, A-lar ixtisar getdi, cavab elədi 8 bölünsün 13. Bəli. Sonra 8-ci tapşırığa baxırıq. Demək A bərabər 3,2-yə olduqda və A kvadrat çıxılsın A, çıxılsın 12 bölünsün 9 çıxılsın A kvadrat ifadəsinin qiymətini hesablayın. Bazı şahidlər bu V teoreminə görə bu tənin köklərin cəmi ortadakının əksi olmalı 1, hasildə mənfi 12. Burada məsələn 4-dən 3. Sadəcə belə fikirləşin, modul böyük olanı birinci fikirləşin. Məsələn buradakı ədəd mənfidir. Deməli buradakı ədəd olacaq 4 və mənfi 3. Yəni 4 3-dən gedir də söhbət. Yəni ortadakı görsün mənfidir. Demək bunun əksi olaraq düşünün 4. O birisi nədir? Mənfi olacaq. Yəni 3-ə qaçmayın da. Birinci məsələn 3. Birinci modul böyük olanı fikirləşin. 4. 4 mü mənfi 4 mü? Çünki ortadakı nədirsə onu əksi fikirləşin bəli. 4 mənfi 3. Çünki vuranda mənfi 12, toplayanda 1. Bəli, A çıxsın 4, vurulsun A üstə gəlsin 3. Yəni vuruqların ayrında A-dan çıxır 4-ü, A-dan çıxır mənfi 3. Bu isə 3 minus A vurulsun, 3 plus nədir? A-dır. Buradan A üstə gəlsin 3-də ixtisar gedəcəkdir, bərabərdir. Sürətdə qaldı A çıxsın 4, məxrəcdə qaldı 3 minus A. Demək, A-nın yeri 3,2 yazırsınız. 3,2 çıxılsın 4. Bir də 3 çıxılsın nədir? 3,2. Bu bərabərdir. Sürətdə qaldı mənfi 0,8. Məxrəcdə mənfi 0,2. Beləliklə bunun cavabı nədir? Müsbət 4-ə bərabər. 9-cu tapşırıq.
A bərabərdir mənfi 3,1 olduqda A-nın kvadratı üstə gəlsin A çıx 12 bölünsün 9 çıx A-nın kvadratı nəyə bərabər? Deməli, yenə də 12 görsə 3, 4. Ancaq necə? Ortadakı müsbətdir. Deməli, mənfi 4 və 3. Bəli, A çıxsın mənfi 4 və A çıxsın 3. Bu da isə 3 minus A vurulsun 3 plus A. Bunlar ixtisar gedir. Bəli, sadəcə mənfi 1 qalır. Ona görə qabaqda olacaq mənfi. Qaldı burada A üstə gəlsin 4 bölünsün A üstə gəlsin 3. Bu da mənfi. A-nı yenə mənfi 3,1 qoyaq. Mənfi 3,1 üstə gəlsin 4. Bu da mənfi 3,1 üstə gəlsin 3. Mənfi öndə. Yuxarıda oldu demək 0,9. Aşağıda oldu mənfi 0,1. Belə elemanın cavabı müsbət 9-a bərabərdir. Sonra deməli baxırıq 10-cu suala. 10-cu sual. X bərabər 666, Y bərabər 333 olarsa, hesablayın deməli X üstə gəlsin Y-in kvadratı çıxılsın 4x bölünsün deməli X minus Y-in kvadratı üzərinə gəlsin 4x. Bu bərabər. Sürət açanda aydın ki x kvadrat üstə gəlir 2x. Bunu çıxanda edir mənfi 2x. Yəni sürət oldu x çıx y-in kvadratı. Məxrəcdə mənfi 2x ilə bunu toplayanda edir müsbət 2x. Ona görə məxrəc x ilə y-in cəminin kvadratı. X-i yenə 666 qoyanda y yerinə 330 yazanda çıxanda 666-dan 333 çıxırsınız elədi 333 kvadratı. Məxrəcdə də bu x ilə y toplayanda 999-dir. 999-un kvadratı. Bu da 333 999 böləndə eləyir 3-də 1. Oldu bütövlükdə 3-də 1-in kvadratı cavab elədi 9-da 1. Bir daha 11-ci tapşırıqda deməli sual belədir. X minus y-in kvadratı üzərinə gəlsin 4x bölünsün x plus y-in kvadratı çıxılsın 4x nəyə bərabər? Sürət oldu açanda deməli mənfi 2x ilə müsbət 4x islah olunur 2x oldu x üstə gəlsin y-in kvadratı. Məxrəc oldu x çıx y-in kvadratı. Burada x-in yerinə deyir 666 yazın. Y yerinə 222 kvadratı bölünsün 666 çıxılsın 222-nin nədir? Kvadratı. Bəli, bu da bərabərdir. Toplayanda elə də 888 çıxanda 444 bütövlükdə kvadratı. Bu da 2-nin kvadratı. Belə cavab nədir? 4-ə bərabərdir. Belə, növbəti. Baxır 12-ci suala. 12. Deməli, sual belədir. B kvadratı üzərinə gəlsin 1 bölünsün B-nin kvadratı. Bərabər 14 olarsa, B üstə gəlsin 1 bölü B modulca nəyə bərabər? Bu şəkildə. Bəli, bunu yazırıq şəhidlər. B üstə gəlsin. Məsələn, 1 bölünsün B-nin bax kvadratı. Bunu açanda görürsünüz ki, üstə gələ 2 yaranır. Bir də çıx ki, bərabər 14. Buradan aydın ki, B üstə gəlsin 1 bölünsün B-nin kvadratı bərabər 16 yaranır. Buradan B çıxılsın 1 bölü B bərabər plus minus 4-ə. Bizdən də bunun modunu soruşurlar. Deməli, buradan B üstə gəlir, B üstə gəlir. B üstə gəlsin 1 bölü B plus minus 4-dür. Bunun da modulu bərabər nədir? Müsbət 4 olacaq. Cavab nədir? Müsbət 4. Bir daha 13-cü sual. B-nin kvadratı üstə gəlsin 1 bölünsün B-nin kvadratı bərabər 23-ə. Olarsa B üstə gəlsin 1 bölünsün B nəyə bərabərdir? Bu nəyə bərabərdir? Yenə bax bunu yazıram. B üstə gəlsin 1 bölü B-nin kvadratı çıxılsın nədir? 2. Bu bərabər 23-ə. Buradan aydın ki, B üstə gəlsin 1 bölü B-nin kvadratı bərabər 25-ə. Burada da aydın ki, B üstə gəlsin 1 bölünsün B plus minus 5-ə.
Bəli, deməli bunun modulu da bərabər nədir? Müsbət 5 olacaq. Belə. Sonra 14-cü sual. Deyir K bölünsün M'in bərabər 1-ə. M bölünsün K'in bərabər 4'də 1'ə. N bölünsün MK bərabər 5'də 1 olarsa, KM'in hasını tapın. Mən bunları bu şəkildə vururam şəkildə. Baxın, vurdum. Demək, K bölünsün M'in, vurursunuz M bölünsün K'inə, bir də vurursunuz M bölünsün MK'ya. O da 1'i vurdunuz 4'də 1'ə, vurdunuz 5'də 1'ə. Buradan baxın, deməli K'nın biri K'nın getdi, M M'lə getdi, N də görürsünüz N'lə getdi, qaldı 1 bölünsün MNK. 1 bölünsün MNK, 1 bölünsün 20. Buradan da MNK hasili sadəcə bərabərdir 20'ye. Vəssalam. 15-ci sual. Deyir ki, M bölünsün N bərabərdir N bölünsün K bərabər K bölünsün M. Bu bərabər P olarsa, P kubu nəyə bərabər? P kubu bərabər P vurulsun P vurulsun P'ye. P'nin yerine bir dəfə M bölü N yaz, bir dəfə M bölü K, bir dəfə K bölü M. Yəni bütün şərtlərdən istifadə etmək lazımdır. Ona görə hamısını mütləq yerinə qoymaq lazımdır. Buradan ixtisarlar gördüyünüz kimi gedir və cavab nədir? 1 qalır. 16-cı tapşırıq. Sual belədir. X kvadratın üstəgəlsin 1 bölünsün x'in kvadrat bərabərdir nədir? 2 olarsa, x üstə 6 üstəgəlsin 1 bölünsün x üstə 6 nəyə bərabərdir? Burada aydın x'in yerinə 1 qoyanda 2'lir. Burada da 1 qoyanda 1 üstə yerə 1 2'lir. Yəni bu qapalı sual kimi yazma olar. Ancaq əsl yol deyil. Əsl yolu x üstə 6 üstəgəlsin 1 bölü x üstə 6. Bu bərabərdir. Bilirsiniz ki, x kvadratının kubudur. Bu da 1 bölünsün x kvadratının nədir? Kubudur. A kubu üstə gəlsin B kubunun düsturuna görə bunu açıram. Elə bilin ki, A üstə gəlsin B bütövlükdə kub çıxılsın 3. A vur B, birisi ki A'nın yerində x kvadrat dayanır, B'nin yerində 1 bölü x kvadrat, bir də A üstə gəlsin B. Bax bu şəkildə. Bu da bərabərdir. Yerinə yazdıq. Deməli, burada yerinə 2 yazırsınız. Burada da 2 yazırsınız. Buna ixtisar gedir. Qaldı 2'nin kubu çıxılsın 3 vurulsun 2. Bu da 8 çıxsın 6. Cavab elədir 2. Bəli. 17-ci misala baxırsınız. Deməli, C bərabər 1/5 olduqda 1/5. Deməli, 2C çıxılsın 4. Bölünsün C'nin kvadrat üstə gəlsin 12C üstə gəlsin 36. Bəli, bölünsün. Deməli, 8C çıxılsın 16. Bölünsün C'nin kvadrat çıxsın 36. Bu nəyə bərabər? Bu bərabər, deməli, 2 vurulsun C çıxılsın 2. Bölünsün C üstə gəlsin 6'nın kvadratı yazırıq. Bunu da vurub tərsinə də. Məxrəc qalxdı yuxarı C çıx 6 vurulsun C üstə gəlsin 6. Bu da 8 vurulsun, C çıxılsın nədir 2. Buradan ixtisar aparıq. C çıxsın 2 ilə C çıx 2 gedir. C üstə gəlsin 6'ın 1 ilə C üstə gəlsin 6. Bu bərabər olacaqdır. Deməli, yuxarıda 2'dən 8 getdi. Yuxarıda təkcə C çıx 6 qalıbdır. Aşağıda 4 dənə C üstə gəl 6. Bəli, şahiddə C'nin yerinə 1/5 yazılır. 1/5'dən 6 çıxırsınız mənfi 4/5. Bu da 7/5 edir. Bu da elədir, mənfi deməli öndədir. Bu da hər tərəfi 10'a vuranda 45 bölünsün. 4 vursun 75. O da ixtisar gedir 15'e. Burada 3 qaldı. Burada 5 qaldı. O da elədir mənfi 20'də 3. Belə hər tərəfini 5'e vuranda mənfi 15 bölünsün 100. Cavab elədir mənfi 0'dan %15. 18 sual. A bərabərdir 7/5 olduqda A'nın kvadrat çıxılsın deməli 10'a üzərinə gəlsin 25 bölünsün 2A üstə gəlsin 4 deməli vurulsun 4A üstə gəlsin 8 bölünsün A kvadrat çıxılsın 25 nəyə bərabərdir? Bu bərabərdir.
Deməli, sürət olacaq A çıxılsın 5-in kvadratı. Məxrəc 2 vurulsun A üstə gəlsin, nədir? 2. Hə, deməli, vurulsun, buradan 4 vurulsun. A üstə gəlsin 2, bölünsün A çıxsın 5, vurulsun A üstə gəlsin 5 olacaq. Buradan A üstə gedir 2 ilə A üstə gedir 2 xısar gedir. A çıx 5-dən A çıx 5-in 1 xısar gedir. Sürəti qaldı deməli 2 dənə A çıx 5. Məxrəcləri A üstə gəlsin 5. Bu da bərabərdir. O da bərabər deməli 2 vurulsun. 7/5-dən 5 çıxanda elədir 2/5. Bu da 7/5. Bu deməli oldu deməli 7/5 yox. 7/5-dən 5-in cəmi 12/5. Bu da elədir 5-də 1. Bax 5-də 1. 2-yə də vuranda 5-də 2. Belə cavab 0,10 oldu. Aha. Sonra 19 suala baxaq. 19. Deməli B üstə gəlsin. 1 bölünsün B'nin kvadratı bərabər 8 olarsa B çıxılsın 1 bölünsün B'nin kvadratı nəyə bərabər? Biz bilirik ki, baxın A çıx B'nin kvadratı. Biz bilirik ki, bərabərdir A üstə gəlsin B'nin kvadratı çıx 4AB. Çünki burada mənfi kağıdı yaranır, burada müsbət kağıdı. Ona görə mən bu ifadəni yazacağım. B üstə gəlsin 1 böl B'nin kvadratı çıx 4. Çünki burada mənfi 2 yaranır, burada müsbət 2. Deməli 4 çıxmalıyam. Bax, bütövlükdə bu kvadratın yerinə 8 yazaq. 8-dən 4-ü çıxırsan, cavab 4. 20-ci tapşırıq. Deməli, B çıxılsın. 1 bölünsün B'nin kvadratı bərabərdir 12-yə. B üstə gəlsin 1 böl B'nin kvadratı nəyə bərabər? Bu bərabər olacaqdır. Deməli, B çıxılsın 1 böl B'nin kvadratı üstə gəlsin 4-ə. Bəli, bütövlükdə bu ifadə deməli 12-dir. 12 üstə 4 gəlsin, cavab ilə nədir? 16. Bax belə. Sonra, deməli, 21-ci suala baxaq. 21. A üstə gəlsin 4B. Bölünsün, deməli, 3A çıxılsın 5B. 3A çıxılsın 5B. Bərabər 3 olarsa, 3A üstə gəlsin B bölünsün. 7B çıxılsın 2A nəyə bərabərdir? Buradan demək tənasübə keçir. A üstə gəlsin 4B bərabər 9A çıxılsın 15B-yə. Buradan 4B, buradan mənfi 15. Bu yana gələndə 19B bərabər nədir? 8A-ya. Buradan B-nin yerinə gəlin 8 qoyaq. A-nın yerinə gəlin 19 yazaq. Bəli. A-nın yerinə 19 yazaq. 3 vurursun 19. Üstə gəlsin B, yəni 8. Burada 7 vursun B, yəni 8. Çıxılsın 2 vurulsun A, yəni 19. Bu da bərabər olacaqdır. Deməli, bu bərabərdir. 3 dəfə 19-um elədir 57. Üstə gəlsin 8. Bu da 7 dəfə 8-im deməli 56. Bir də çıxılsın 38. Bəli, yuxarı oldu deməli 65. Aşağıda oldu nə də 18. Cavab nə belə qaldı. Sonra baxır 22-ci suala. 22. X kvadrat üstə gəlsin y kvadratı bərabər 7x y olarsa, buradan x böyükdür y, o da böyükdən 0. Deyir, tapın, məsələn, x çıxsın y, bölünsün x plus y. Baxın, bu x y-dən böyüksə, deməli, yuxarısı müsbətdir, aşağısı müsbətdir, ümumiyyətlə bu ifadə müsbətdir. Baxın, mən bu x minus y bölünsün x plus y, bu ifadəni kvadrat yüksəldişim. Məsələn, tutaq ki, 25 tapsam, bu müsbət olduğuna görə kök alında 5 olacaq. Bax, kvadratı niyə yüksəldirəm? Çünki burada x kvadratı, y kvadratı yaranır. Yerinə bunu yazım. Çıx 2x y. Bu da oldu x kvadrat üstə gəlsin, y kvadrat üstə gəlsin 2x y. Bəli, kvadratda cəmi yerin 7 yazanda 7x y. Çıxılsın 2x y. Bu da 7x y üstə gəlsin 2x y. Demək, yuxarı oldu 5. Aşağı oldu 9. X, y ilə xısar gedir. 5 bölünsün 9. Beləliklə, x minus y bölünsün x plus y bərabər olacaq. Müsbət kökdə 5 bölünsün 3. Məsələn. Sonra, deməli, 23-cü sualda
Deyir ki, a-nın kvadratı üstə gəlsin b-nin kvadratı bərabər 6ab olarsa, buradan da a böyükdür b-dən, bu da böyükdür 0-dan. Deyir, a üstə gəlsin b bölünsün a çıx b nəyə bərabər? Mən görürəm ki, a b-dən böyük deyə sürətdə müsbətdir, məxrəcdə müsbətdir. Hər ikisi müsbətdir. Deməli, özü müsbət olacaq. Kvadratı yüksəldirəm. Alıram a-nın kvadratı üstə gəlsin b-nin kvadratı üstə gəlir 2ab. Məxrəcdə olacaq a-nın kvadratı üstə gəlsin b-nin kvadratı çıx 2ab. Bəli, bu bərabər kvadratda cəmiyyəni 6ab yazanda 6ab üstə gəlsin 2ab bölünsün 6ab çıxılsın 2ab. Yuxarı 8-dir, aşağı 4-dür, oldu 2. Beləliklə bizdən soruşurdu nəyi? A üstə gəlsin b bölünsün a çıx b nəyə bərabərdir? Bu da nədir? Müsbət kök altında 2. Müsbət. $24 sual. B üstə gəlsin 1 bölünsün b. Bu bərabərdir. Deməli 2,5. Bunu yazarım 2 üstə gəlsin 2 də 1-ə. 0 kiçikdir b, kiçikdir məsələn 1 olduqda b çıxsın 1 bölünsün b nəyə bərabər? Buradan sanki məsələn b-nin yeni 2 qoyanda da ödəyir, 2 də 1 qoyanda da. 0 ilə 1 arası olduğuna görə b-ni 2 də 1 götürəcəyik. Bu da oldu 2 də 1 çıxsın 2, cavab oldu -1,5. 25-ci misal. B üstə gəlsin 1 bölünsün b, 5,2-dir. 5 üstə gəlsin 5 də 1. B-ni yeni 5 qoyanda ödəyir, bir də b-ni yerinə 5 də 1 qoyanda ödəyir. Yəni b 5 də ola bilər və b 5 də 1 də ola bilər. Şərtdə verirlər ki, 0 kiçikdir b, kiçikdir 1. Ona ki, b-ni nədir? 5 də 1 götürəcəyik. Bizdən də soruşur, b çıxılsın 1 bölünsün b nəyə bərabər? Yəni 5 də 1-dən 5 çıxırsın, cavab elədir -4,8. Sonra 26-cı tapşırıqda, 26-cı tapşırıqda. Deməli, 5a üstə gəlsin 3b bölünsün, demək a üstə gəlsin b. Bəli, bu bərabər 2 olarsa, deməli tapın 2a-nın kvadratı üstə gəlsin 3ab, bir də çıxılsın b-nin kvadratı bölünsün, deməli 4a-nın kvadratı üstə gəlsin b-nin kvadratı. Bu tənasübə keçəndə 5a üstə gəlsin 3b bərabər olacaqdır 2a üstə gəlsin 2b-yə. 5a-dan 2a-nı çıxırsınız, burada qaldı 3a solda, sağ tərəfdə 2b-dən 3b-ni çıxılır -b. Ümumiyyətlə b-ni yerinə yazmaq lazım -3a. Harada b varsa yerinə yazırsınız -3 ala bilir. Bu da bərabərdir. Demək 2a-nın kvadratı, bu b-ni yerinə -3a yazanda çıxılsın 9a-nın kvadratı, çıxılsın b-ni yerinə -3a yaz 9a-nın kvadratı. Burada 4a-nın kvadratı qalır yerində. Üstə gəlsin 3a-nı yazsın 9a-nın kvadratı. Məxrəcdə 13 qaldı. Sürətdə deməli -18-dən 2, -16. Cavab elədir, -3-dən nədir? 16. Belə. Sonra 27-ci tapşırıq. Yenə də 3a çıxsın 5b bölünsün, deməli a üstə gəlsin b bərabər 1 olarsa, bu demək tənasübə keçək. Buradan 3a çıxsın 5b bərabər olacaq a üstə gəlsin b-yə. Buradan deməli 3a-dan çıxırsınız a-nın elədi 2a. O da bərabərdir 6b-yə. Harada a var, yerinə yazırsınız 3b. Bəli, a-nın yerinə 3b yazmaq lazımdır. Deməli, sual budur. 3a-nın kvadratı çıxılsın 5ab üstə gəlsin 3b-nin kvadratı həmin bölünsün 2a-nın kvadratı çıxılsın b-nin kvadratı. Bu bərabərdir. Demək 2a-nın kvadratı a-nın yerinə 3b yazanda 9b kvadrat elədi. Elə də 18b kvadratı çıx b-nin kvadratı. Demək, yenə bu da a-nın yerinə 3b yazanda 9b kvadrat 3-ə vurulan 27b kvadratı
Burada A'nın yerine 3B yazanda elə də çıxsın 15B'nin kvadratı. Bir də üstə yerə 3B'nin kvadratı. Demək sürətdə məxrəcdə oldu 17. Sürətdə deməli 27 ilə 3-ün cəmi 30. 30-dan 15-i çıxan birə də 15. Çıxan birə də 17-də 15. 28. Deyir A 1-dən böyük olarsa və A-nın kvadratı üstə gəlsin 1 böl A-nın kvadratı bərabər 6 olarsa, tapın deməli A-nın kubu çıxsın 1 bölünsün A-nın kubu nəyə bərabərdir? Bu bərabərdir. Baxın yazıram A çıxsın 1 bölü A vurulsun. Deməli A-nın kvadratı üstə gəlsin bundan hasili, bir də üstə gəlsin 1 bölü A-nın kvadratı. Aydın ki bu mötərizənin içi kvadrata cəm 6-dır, üstdən bir yenə 7 deyir. Ona görə 7 dənə A çıx 1 böl A. Bir dənə A çıx 1 böl A-nı bilsək, yerinə yazarıq. Ona görə biz nədir? A çıxsın 1 böl A-nı nədir? Kvadratı yüksəldik ekranda. Çünki bizə A çıx 1 böl A lazımdır. A çıx 1 böl A. Bax, bunu kvadratı yüksəldirəm. Bunu kvadrat yüksəldirəm, tutaq ki 25 tapdım. İndi 5 mi götürəcəm, mən 5 mi? Görürsən, A 1-dən böyükdür. 1-dən böyük, məsələn 5 götürün. 5-dən 5-də bir çıxan müsbət verir. Beləliklə, bu mötərizənin içi müsbət olacaq. Bunu açanda A kvadrat üstə gəlsin 1 bölü A kvadrat çıx 2'lir. Kvadratı cəm 6'dır. 2 çıxanda 4. Deməli, buradan aldınız ki A çıx 1 bölü A müsbət 2 olacaq. Deməli, bunu yerinə müsbət 2 yazırsınız. 7'nin 2'yə vuranda cavab elədi 14. Bir daha. Deməli 29 tapşırıqda bir daha A 0-dan böyükdür. Sual belədir. A kvadrat üstə gəlsin 1 bölü A kvadratı 6'dır. Tapmaq lazımdır. A-nın kubu üstə gəlsin 1 bölünsün A-nın kubunu. Mən yazıram bu A plus belə deyək B düstur var. Vuraq birincinin kvadratı. Çıxaq birinci, ikinci hasili. Üstə gələk ikincinin kvadratı. Bax bu mötərizənin 6 çıx 1'dir, yəni 5'dir. Oldu 5 vurulsun A plus 1 bölü A. Deməli bizə lazımdır A üstə gəlsin 1 bölü A. Bax həmən A üstə gəlsin 1 bölü A bizə müsbətdir. Bunu mən kvadratı yüksəldirəm, alıram A-nın kvadratı üstə gəlir 2. Üstə gəlir 1 bölü A-nın kvadratı. Kvadrata cəmi 6'dır. Üstünə 2 gələn 8 eləyir. Kök alanda A üstə gəlsin 1 bölü A müsbət kökdə 8. Və salam. Bax bunu yerə müsbət kökdə 8 yazırsan. Bu da bərabər oldu deməli 5 vur 2 kök 2 cavab edir 10 vurulsun kök 2 böyle. Sonra deməli 30'un suala baxaq 30. Deməli 3A üstə gəlsin 4 bölü A bərabər 3B üstə gəlsin 4 böl B olarsa A-da fərqli bir AB hansı tapın? Buradan 3A'dan 3B'ni çıxanda qaldı 3A çıx 3B. 4 bölünsün B'dən də çıxıram 4 bölünsün A-nı. Buradan 3'ü çıxardıram mötərizə xaricinə A minus B qalır. Buradan da A B'də 4 vurulsun A çıx B. Bax buradan A çıx B'lər ixtisar gedəcəkdir. Qaldı 3 bərabərdir 4 bölünsün A B. Buradan 3A B'si 4'dür. Beləliklə AB bərabər 4 bölünsün 3. Cavab elədi 1,1. Sonra. Sonra 31'in suala baxaq. 31. Demək 5A üstə gəlsin 2 bölünsün A bərabər 5B üstə gəlsin 2 bölünsün B. Yazılı A B'dən fərqlidir. A B hasilini tapın. 5A'dan 5B'ni çıxaq, yəni 5A çıxılsın 5B bərabər oldu 2 bölünsün B çıxılsın 2 böl A. Bəli, buradan 5'i çıxartdıq mötərizə xaricinə qaldı A çıx B. Buradan da orta mərci gətirəndə deməli A B'dən 2 vurulsun A çıx B. Hər şeydə A çıx B'lər ixtisar gedir. Bəli. Oradan 5 bərabər 2 bölünsün AB. Burada A B'dən fərqli olmasaydı, olmaz. Bu 0 olur deyə bilirsiniz ki 0'a bölümü yoxdur. Ona görə sual düz çıxsın deyə elə yazıblar. 5AB bərabərdir 2'yə. Deməli AB bərabər 2 bölünsün 5. Yəni cavab 0'dan onda 4. 2 bölü 5. Sonra 32'nin sual.
3 bölünsün m üste gelsin 2 bölünsün n beraber 12 olarsa demek 3m'in bölünsün 3y'in üste gelsin 2m neye beraber? Bu aydın ki bunu orta merezi getirende bu beraber olacak m'inde yani 3'in üste gelsin ne değil 2m. Babele. Bu buna beraber. Bilirsiniz ki bunun onda tersi yani m'in bölünsün 3'in üste gelip 2m'de beraber de 12'de bile. Yani bu oldu 3 vurulsun hemen ifadede bakın m'in bölünsün 3'in plus 2m. Bu da 3 vurulsun 12'de 1 cevap elədi 4'ten 1. Babele. Sonra bir daha 33. suala bax. Deməli 9 bölünsün A. Üstə gəlsin 1 bölünsün B bərabər 8'e. Soruşur bizdən 4AB bölünsün 9B üstə gəlsin A nəyə bərabərdir? Buradan deməli bu aydın ki orta mərəz AB'dir. AB'dən 9B üstə gəl A bərabər 8'e. Bax bu aydın 8'dir. Bu da 4 vurulsun. Ne demekti? Hemen AB bölünsün 9B plus A. Yani yukarıdaki nedir? Tersi de. Bakın tersi. Yani 4 vurulsun 8'de 1 cevap elədi 0'dan 10'da 5. Sonra 34. suala bakalım. Deməli 3 rəqəmli belə də bölünsün 2 rəqəmli vurulsun 44 bölünsün 999. Bu ifadenin en büyük kıymetini tapın. Şüphesiz ki burada A'nın minimal qiyməti 1'dir, maksimum 9'dur, B də 1'dən 9'a kimdir. En büyük deyirsə, onda A'nın en büyük qiyməti 9 olmalıdır. Bu en büyük olmalıdır, məxrəc en kiçik olmalıdır. Vurulsun. 44 bölünsün 999. İxtisar gedir, cavab elədi 4. 35. Demək, 1'ə 1 4 rəqəmli ədəd bölünsün. 1'ə 1 3 rəqəmli vurulsun. 333 bölünsün 777. Yox belə. 7770. Bu minimal qiyməti, ən kiçik qiyməti. Ən kiçik deyirsə, deməli onda bu kəsrdə ən kiçik olmalı. Bu nə demək sürət kiçik olmalıdır, məxrəc böyük olmalıdır. Sürətin ən kiçik qiyməti budur, məxrəcin ən böyük qiyməti budur. Bu da 333 deməli bölünsün 7777. Bəli, bir ixtisar getdi buradan deməli 7 qaldı. Bir ixtisar getdi buradan 3 qaldı. Onun ki cavab elədi 1 bölünsün 21. 36. sual. Deməli B bölünsün A bərabərdir 3 üstə gəlsin 4 vurulsun A bölünsün B olarsa B bölü A nisbətinin qiymət tapın. Gəlin B bölü A'ya bir T deyək. Onda burada T bərabərdir 3 üstə gəlsin 4 bölünsün T. Hər tərəfin T'ye vursaq, vurun T'ye. Alırsınız T'nin kvadratı çıxılsın 3D, çıx 4 bərabər 0'a. Deməli buradan A-nın B müsbətdir. Buradan demək cəmi 3 olmalıdır. Hasili mənfi 4, bu 4'dən mənfi 1. Müsbət olduğuna görə 4'ü götürəcəyik. Çünki nisbət nədir? Mənfi olmaz. Şərtdə müsbət ona görə. Sonra deməli 37. sual. X kvadratı üstə gəlsin 4 bərabər 3x. Olarsa deməli x kvadrat bölünsün 16. Bəli, x kvadrat bölünsün 16. Üstə gəlsin 1 bölünsün x'in kvadratı nəyə bərabər? Hər şeydə bunları orta mərəzi gətirsəm, elə də 16x kvadratında yuxarı x4 üstə gəlsin 16. O da bərabər. Deməli məxrəc oldu 16x kvadratı. Sürəti yazıram x kvadrat üstə gələk 4'ün kvadratı çıx kimsili yəni belə. Baxın bu mötəzən içinə 3ax yazanda elə 9a kvadrat x kvadrat çıx 8x kvadrat. Bölünsün 16x kvadrat. X kvadratları ixtisar eləsək məxrəcdə 16 qaldı. Burada qaldı 9a'nın kvadratı çıx 8. Belə. 38 sual. Deməli x çıxsın 1 bölü y bərabər 4'ə. Y çıxsın 1 bölü 2 bərabər 16 olarsa
Tapın deməli y çıx x bölünsün y-in qiymətini. Bəli, bunun hər tərəfini yəni x-ə bıraq, bunun hər tərəfini y-ə bıraq. Yuxarıdakini y-ə vuranda x-y çıxılsın 1 bərabər 4y. Buradan x-y çıxılsın 1 bərabər 16x olur. Demək, sol ensə sağda indi 4y bərabər 16x-ə. Buradan harda y var? Yerinə yaz 4x. Y-in yerinə gəlin 4x yazaq. Bu da oldu 4'də 3. Bəli, cavab 4'də 3, 0,171. 39 sualda A çıxsın B, üstə yerə C 0 olarsa, tapın deyir 12ABC bölünsün. A kubu üstə gəlsin, deməli C'nin kubu çıxsın B'nin kubu. Burada istəsəniz baxacaqdır A-la C-nin cəm B-dir. Yəni qapalı sual kimi A-nın yerinə 1, C-nin yerinə 1, B-nin 2 yaza bilərsin. O zaman yuxarı lədi 24, aşağı lədi 1, 1 çıxsək -6, 24-ü -6 bir cavab -4. Əsl yol isə baxın 12ABC-ni saxlayın. Buraya yazıram, bu ikiliyi yazıram, A üstə gərək C-nin kubu. Çıxılsın 3AC, vurulsun A üstə gəl C. Bir də çıx B'nin kubu. Bu bərabər, deməli A üstə gəl C-nin yerinə bir də B yaz. Bu oldu 12ABC. Bu da B'nin kubu. Çıx 3ACB və çıx B'nin kubu. Buradan bəli B kubular islah getdi. Yuxarıda qaldı özü. Aşağıda -3ABC. Belə cavab elədir, -4. Demək, 40-cı misala baxırsınız. 40-cı misalda A üstə gəlsin B deyir bərabər C olarsa, A-nın kubu, B-nin kubu, burada A, B, C fərqi 0 verilir. Ona görə ki, məxrəc 0 ola bilməz. Bu da 3ABC. İstəsəniz yenə qapalı sual kimi yerinə A-nın yerinə 1 qoyun, B-nin yerinə 1, C-nin yerinə 2 yazın. Onda məxrəc 6 ilədir. Yuxarıda 1 üstə gələk 1, çıxılsın 8, cavab -6 bölü 6, -1. Ancaq əsl yolu A kubu üstə gəlsin B kubu yazıram. A üstə gəlsin B'nin kubu. Çıx 3AB. Vur A üstə gələk B. Bir də çıx C'nin kubu. Bölünsün 3AB isə. Hər şeydir A ilə B'nin yerinə gəlmədən C-ni yazaq. Oldu demək C-nin kubu. Çıxılsın 3ABC. Çıx C-nin kubu. Bölünsün 3ABC. Buradan bəli C kublar islah getdi. Cavab elədi -3ABC bölü 3ABC. Yəni cavab -1. Sonra 41-ci suala baxaq. Demək, sual belədir. A-nın kvadratı üstə gəlsin 6A bərabərdir 6 olarsa, A üstü 4 üstə gələk 324 bölünsün deməli 2A-nın kvadratı çıxılsın 12A üstə gələ 36 nəyə bərabər? Bu bərabər. Yuxarı yazıram A kvadratı üstə gələk 8-in kvadratı çıx kimsləyən 16A kvadratı. Məxrəcdə 2 çıxır qabağa. A-nın kvadratı çıxılsın 6A plus nədir? 18. Yuxarıdakı deməli baxın şahiddə bu 4A-nın kvadratı. Bu oldu A kvadratı üstə gələn 8 çıx 4A. 4 aydım bu. Bu 18 değil. Bir dəqiqə. 16A kvadratı. Bu səhv yapmışım. Bu 18'dir. 18, 18'in kvadratı 124. Bu da 36A kvadratı. Demək çıxılsın demək 6A. Bir də bu da 18. Bir də ki bu da olacaq A kvadratı üstə gəlsin 18 üstə gəlsin 6A. Bəli. Məxrəcdə də 2 vurulsun A-nın kvadratı çıxılsın 6A plus 18. Bəli. Buradan deməli bax bunlar islah gedir, ixtisar gedir. Qaldı burada sürətdə qaldı A-nın kvadratı üstə gələ 6A plus 18 bölünsün 2. Bax bu A kvadratı 6'nın cəmi 6'dır da. 6 ilə 18'in cəmi 24'dür. 2'yə böləndə cavab elədi 12. Sonra 42 sual. Deməli, sual belədir. A-nın kvadratı üstə gəlsin 6A plus 16
bölünsün mənfi b-nin kvadratı üstə gəlsin 8b üstə gəlsin 5. Bəli, bu bərabərdir. Sürət oldu a üstə gəlsin 4-ün kvadratı 3-ün üçün. A üstə gəlsin 3-ün kvadratı üstə gəlir 7. Məxrəc oldu mənfi b çıxılsın 4-ün kvadratı. Buna açan deyilir mənfi 16. Üstünə 5 alınması üçün üstünə 21 gəlməliyim. Başlayda bu ifadənin deməli bu ifadənin ən kiçik qiymət üçün sürət olmalıdır minimum. Məxrəc olmalıdır maksimum. Bəli, sürətdəki ifadənin ən kiçik qiyməti 7-dir. Çünki 7-nin üstə müsbətlər gəldikcə böyüyür. Məxrəcdə 21-in üstə bu mənfilər gəldikcə kiçilir. Bunun ki, cavabı 3-dür. Və sonra 43-cü sual. A ilə B-nin cəmi mənfi 5-dir. A ilə B-nin hansı 3-dür? Buradan aydındır ki, işarə baxımından birisi müsbətə vuranda müsbət verir. Ancaq müsbətin üstə müsbət ki, mənfiyə buraxır. Ona görə hər ikisində mənfi olmalı. Bəli, işarəni ona görə gəzirik ki, bilirsiniz ki, modul çıxartmaq lazımdır, işarə lazımdır bizə. Moduldan ifadəni çıxartmalıyıq. Məsələn, buradan A ilə B mənfi olduğuna görə yazıram. Deməli, bu bərabərdir. A kvadrat bölünsün mənfi B. Üstə gəlsin B kvadrat bölünsün mənfi A. Bu mənfi önə çıxır, qaldı AB-də. A-nın kubu üstə gəlsin B-nin kubu. Bu da bərabər olacaqdır. Mənfi qabaqda. Bu oldu A üstə gəlsin B-nin kubu, çıxılsın 3AB, bir də vurulsun A üstə gəlsin B, bölünsün AB. Bu da mənfi öndə. AB-nin yerinə gəlin 3 yazaq. Bu da A üstə gəlib mənfi 5-in kubu elədim, mənfi 125. Bu da A üstə gəlib B-nin mənfi 5 yazanda, bu da AB-nin yerinə 3 yazanda 3 dəfə üçün 9 üstə gəlsin 45. Yuxarı elədi deməli, mənfi 80, belə mi elədi? Mənfi 80 bölünsün 3 qalır. Sonra 44. A üstə gəlsin 1 bölünsün A bərabər 3 olduğunu bilərək A kvadrat üstə gəlsin 1 bölü A kvadratını tapın. Oradan aydındır ki, məsələn 9 çıxılsın nədir? Bu bərabər, bunu kvadrat yüksəldiyində çəkdir. Yəni 9, bu da üstə gəlir 2 yaran, ona gəlir çıxırsan 2-ni. Yəni bunu kvadrat yüksəldiyində A-nın kvadratı üstə gəlir 2 vurulsun A 1 bölü A, bir də üstə gəlir 1 bölü A kvadratıdır. Bu ilə də 9. Bunlar getdi, qaldı A-nın kvadratı üstə gəlsin 2 üstə gəlir 1 bölü A-nın kvadratı 9 edir. Buradan da aydın ki, A kvadratı ilə 1 bölü A-nın kvadratını tapanda həmin 9-dan belə deyək, bu 1-in ikincisini çıxırlar. Cavab 7. Sonra deməli 45-ci sual. X bərabər mənfi 4-də 1 olarsa 2 bölünsün deməli x vurulsun x minus 3 çıxılsın 1 bölünsün x vurulsun x plus 3 bir də çıxılsın x plus 1 bölünsün x minus 3 x plus 3'ü hesaplayın. Aydın ki, bunlara orta mərəc elə həmən x vurulsun x minus 3 ilə x plus 3'dür. Bu ifadənin bu birinci məxrəcin böləndə x plus 3 qalır. 2 vuraq x plus 3. Çarp bu ifadəyə böləndə x minus 3 qalır. Çıx x minus 3. Çıx. Bu ifadəyə bölən x qalır. Yəni x vurulsun x plus 1. Bunu sadələşdirir. Bu bərabər. Məxrəc olduğu kimi qalsın. Sürəti sadələşdirək. Demək 2x üstə gəlsin 6. Çıxılsın x üstə gələ 3. Bir də çıxaq x-in kvadratı, çıx x bu bərabər. Sadələşdirəndə deməli buradan baxın 2x. Bu da mənfi x, mənfi x. Bunlar islah getdi. Qaldı 9 çıx x-in kvadratı. Bu da x vurulsun. Elə bunun özdə nədir? X kvadrat çıxılsın 9. Buna x-lar getdi. Mənfi 1 qaldı. Cavab edim. Mənfi 1 bölü x. Yəni bu ifadənin tərsi. Onun ki, cavab müsbət 4 olacaq. Sonra deməli, baxırsınız 46-cı suala. Y bərabərdir mənfi 2,5, yəni mənfi 2-dən 5. Sual budur, 2y üstə gəlsin 1, bölünsün, y vurulsun, y üstə gəlsin 3, aha. Üstə gəlsin y plus 2, bir də y vurulsun 3 minus y.
Çıxılsın 1 bölünsün y, bir də vurulsun 3 minus y nəyə bərabər? Orta məxrəc. Deməli, y vurulsun. Bunlara deməli 3 minus y-dən 3 plus y-in hansıdır? 3 minus y-dən 3 plus y-in hansıdır? Bu ifadənin bu ifadəyə bölünü qaldı 3 minus y. Yəni 2y plus 1 vurulsun. 3 minus y üstə gəlirsən. Bu ifadənin buna böləndə 3 plus y qalır. Yəni y plus 2 vurulsun 3 plus y. Bir də bu ifadənin buna böləndə qaldı ilə həmin nə çıxılsın? 3 minus y vurulsun 3 plus y. Bir də vurulsun həmin 3 minus y. Burada 3 minus y-lər görürsünüz ki, ixtisar getdi bütövlükdə belə. Bu bərabərdir. Məxrəcdə qaldı y vurulsun. Məxrəcdə y vurulsun 3 plus y. Hə, sürətə sadələşdir. 2y-i 3-ə vurdum deməli 2 içinə də 6y. Burada da mənfi y ilə 5y. Sonra 2y-i mənfi y-ə vurdum. Mənfi 2y-in kvadratı. 1-i də 3-ə vuranda 3. Üstə gəlsin. Burada isə y-i y-ə vuranda y-in kvadratı. Sonra 2y, 3y, yəni 5y. Üstə gəlsin 6. Bunu da açanda bilirsə, yəni bu numara var 9 çıx y kvadratı. Qabaqda mənfi var deyə çıx 9 üstə gəl y kvadratı qalır. Deməli sayıda buradan y kvadratı mənfi 2 getdi. Yuxarıda 5y, 5y, elə də 10y. Sonra 3-dən 6-ın cəmi 9. Bəli, elə 9-dan da mənfi 9 getdi bəli. Demək qaldı y vurulsun 3 plus y səhv etmədiksə təbii belə. İnşallah belədir. Bunlar getdi. 10y belədir hə. Bu da bərabərdir. Yerinə yazaq 10 vurulsun. Deməli mənfi 2-də 5. 10 vurulsun mənfi 2-də 5. Bu da mənfi 2-də 5 vurulsun 3 plus y. Yəni 3 çıxılsın 2-də 5. Belə. O da bərabər. Yuxarıda 12-yə böl 5 elədir. Mənfi 25. Bu da mənfi 2-də 5-i vurursunuz. 3-dən bunu çıxanda elədir 2-də 1. Deməli, mənfilər getdi. 25-i bölürsünüz. Deməli, 4-də nədir? 5-ə. Yəni 25-i gəlin vuraq. Tərsi 5-də 4-ə. Cavab elədir 12. İnşallah düzdür. Sonra 47 sual. P'nin kubu çıxılsın 3P'nin kvadratı üstə gəlsin 7 bərabər 0 olarsa, demək, gəlin deyir 4P üstə gəlsin 28 bölünsün P'nin kvadratını hesablayaq. Bu, məsələn, P kvadratı yaransın deyim, bunu hər tərəf P kvadratını bölürəm. Bax, bölək. Buna bölsəniz bu ifadəni, bu ifadəni bölsəniz, onda deməli, bu qaldı P çıxılsın 3 üstə gəlir 7 böl P'nin kvadratı. Bərabər 0. Demək, buradan P ilə 7 böl P'nin kvadratı bərabər 3-ə. Bax belə. Buradan 4-ü qabağa çıxarsa, qalır P üstə gəlsin 7 böl P'nin kvadratı. Bu da 4 vursun 3. Belə ilə bunun cavabı oldu 12. Sonra demək 48 suala baxaq. 48-dən deməli Q'nun kubu çıxılsın 7 Q'nun kvadratı üstə gəlsin 5 bərabər 0. Bizdən soruşur 3Q üstə gəlsin 15 böl Q'nun kvadratı. Biz 3-ü qabağa çıxardaq. Görür ki, mötərizənin içərisində belə qaldı. Məsələn 5 böl Q kvadratı. Yəni belə fikir formalaşır ki, bu Q kvadratı məxrəcdədir. Demək, bunun hər tərəfini Q kvadratına bölək. Bax, bunu hərdən Q kvadratdan bölsək, Q kvadratdan bölsək. Qaldı Q çıx 7, üstə gəl 5 böl Q'nun kvadratı. Deməli, Q üstə gəlsin 5 böl Q'nun kvadratı 7-dir. Ona ki, bu 3-ü də vurursunuz 7-yə, cavab elədir 21. Sonra, deməli, 49-u tapşırıq. A'nın kvadratı üstə gəlsin 5A, belə deyil, üstə gəl 3 bərabər 0 olarsa, A kvadrat üstə gələ 9 bölü A kvadratı nəyə bərabər? Bu nə tərəf A'ya bölək, A'ya bölü. Alırsınız A üstə gələ 5, üstə gələ 3 bölü A. Elədir 0.
Buradan A üstəgəlsin 3 bölü A bərabərdir mənfi 5'e. Hə, deməli yuxarıdakının kvadrat tapanda, deməli bu mənfi 5'in kvadratı 25'dən çıxırsınız 3'ün 2 mislini, cavabı 19. 50-ci suala baxırıq. 50 deməli x-in kvadratı üstəgəl 7x çıxılsın 4 bərabər 0 olarsa, x kvadratı üstəgəlsin 16 bölü x kvadratı nəyə bölür? Hər tərəf x-ə böl. x plus 7 çıx 4 böl 2 sıfırdır. X-ən 4 böl x-in fərqi mənfi 7'dir. Belə. Ona görə bu bərabər olacaqdır. Bu kvadrat yüksəldən 49. Bu çıx 8 qalır. Üstünə gəlirsiniz 8'i. Cavab edir 57. Sonra 51-ci tapşırıq. X bərabərdir 7'də 6 olarsa hesablayın. Deməli 2x bölünsün 2 minus 2x. Bir de 2 çıxılsın 2 minus 2x bölünsün 2x'ün mənfi bir ifadəsində. Bu bərabər. Deməli buradan 2x bölünsün 2 minus 2x. Bu da 2 çıxılsın tərsi yazsın. 2x bölünsün 2 minus x. Belə. Bu da bərabər olacaqdır. Yuxarı olduğu kimi qalsın. Bunu orta mənəz gətirəndə 2 minus 2x. 2'ni vurduq buna. Hələ 4 çıx 2x. Bir də çıx 2x. Bəli, deməli gəlin burada 2x bölünsün 2 minus x-i vuraq. Tərsinə yəni 2 minus x bölünsün. Bu da 4 çıx 4x-dir. Bəli, buradan ixtisar getdi. Şübhəsiz ki, belə. Qaldı deməli buradan 2x. Bu da 4 vurulsun 1 çıx 2x. Belə mi qaldı? Bəli. O da bərabərdir. 2x və 4. Bu belədir. Bəli. O da bərabər. Deməli 2'ni vursunuz 7'də 6'ya. Bir de 4 vursun 1 çıxılsın 7'də 6. Belə. O da bərabər sürətdə oldu 7'də 12. Məxrəcdə 4 vursun 7'də 1. Yəni 7 4. 7'də 12'ni vursunuz 7 4'ün tərsinə. Cavab elədi 3. Sonra bir daha 52-ci tapşırıqda x bərabərdir 10'da 3 olarsa. Sual budur. 2x bölünsün 1 minus 2x. Bir de bölünsün 1 çıxılsın. 1 çıx 2x bölünsün 2x üstü mənfi 1. Bu mənfi 1 isə yerini dəyişirik. Bu bərabərdir. Sürət olduğu kimi qalır. 1 çıx yazıram 2x bölünsün 1 minus x. O da bərabər 2x bölünsün 1 çıx 2x. Bu da orta mənəzi gətirəndə 1 çıx x-dən. Bunu vurdum buna 1 çıx 2 çıx 2x. O da bərabər demək 2x bölünsün 1 minus 2x. Bu da vurun tərsinə 1 minus x bölünsün 1 çıx 3x. Bəli, buradan bunlar ixtisar getdi. O da bərabər 2x bölünsün 1 çıx 3x. 2'ni vurdum 10'da 3'e elədi 5'də 3. Birdən də çıxırsınız 3 vur 10'da 3'ü, yəni 10'da 9'u. Deməli yuxarı 5'də 3'dür. Bu da 10'da 1'ə böləndə, yəni vurursunuz 10'a, cavab elədi 6. 53-cü sual. A''nın kvadratı çıxılsın 2a çıxılsın 10 bərabərdir 0'a. Deməli a kubu üstə gəlsin 8. Bölünsün 5 vurulsun a üstə gəlsin 2 nəyə bərabər? Bəli, şahidi bunu açanda ixtisar gedir. Burada qaldı 5. Yuxarıda qaldı a''nın kvadratı çıxılsın 2a üstə gəlsin 4. Bəli, a kvadrat çıxılsın 2a. Bizdə görürsünüz ki 10'dur. Deməli yazırsınız bunun yerinə 10 üstə gəlsin 4 14. 14'ü 5'e böləndə cavab elədi 2,8. 54'də b'nin kvadratı üstə gəlsin 3b bərabərdir 5. 7 vursun b çıxılsın 3 bölünsün b'nin kubu çıxılsın 27 nəyə bərabər? Bəli, bunlar ixtisar gedir. Kublar üstünü açanda yəni 7 bölünsün demək qaldırıb b'nin kvadratı üstə gəlsin 3b üstə gəl 9. Bəli, bunun yerinə şübhəsiz ki 5 yazırsınız. 7 bölünsün 14 cavab elədi 2'də 1. Sonra 55'in sual.
2 kiçikdir A, kiçikdir B, kiçikdir 9 olarsa 4 vurulsun A üstə gələn B, üstə gələn 7, bunların özü naturaldır. Bölünsün A üstə gəlsin B'nin ən böyük qiymətini tapın. Ən böyük maksimum qiymət nədir? Şübhəsiz ki, buradan ixsaləyəndə bu qaldı, bunu buna bölünsün 4. Bir də üstə gəlinsin 7 bölünsün A plus B. Bəli, 4-ün üstə gəldik. Bunu ən böyük istəyirsən, məxrəc ən kiçik olmalıdır. A-nın B-nin də ən kiçik qiyməti, baxın, 9-dan kiçik 8-dən 7-dir. Yəni 7 və 8. 4 üstə gəlsin 7 bölünsün, düzmü yazın? Bu 7 idi, bir dəqiqə. Bu 7, bunun bir dəqiqə maksimum, yox, səhv yazı. Maksimum olacaq, bu ən minimum. 3-dən 4 çalışdım, yəni 3-dən 4. Bəli, ən kiçiyini qoymaq lazım. Bir çalışdım, ən böyük dedim. 7 bölünsün, deməli 3 üstə gəlsin 4. Bu da elədir 7, 4, 1, cavab elədir 5. 56-cı sual. 5 kiçikdir A, kiçikdir B, kiçikdir 9. 5 vursun A üstə gəlin B, üstə gəlsin 30, bölünsün A plus B. Yuxarı aşağı böləndə 5 üstə gəlsin 30 bölünsün, A üstə gəlsin B qalır. Bunun da ən kiçik qiymətini istəyir, ən kiçik. Onun ki, məxrəc olmalıdır ən böyük. Bunda ən böyük natural deyil, 7 və 8-dir. Yəni bu bərabər olacaqdır 5 üstə gəlinsin 30 bölünsün 7 ilə 8-in cəmi. Bu da 2 ilə deyən cavab elədir 7. Sonra 57-ci sual. Deməli, sual belədir. 14A və B parametrləri üçün dəyişənin mümkün qiymətləri çoxluğu bu filan bərabər ödəyərsə A çıxmayan deyir tapın. Deməli, burada yazdılar ki 14x-in kvadratı çıxılsın 18x üstə gəlsin 4 bölünsün x-in kubu çıxılsın 3x-in kvadratı çıx 2 üstə gəl 3 bərabər olmalıdır. Bərabərdir A bölünsün x minus 3 üstə gəlsin B bölünsün x plus 1-ə. Yuxarıdan aşağıda gəlin bu 2-ni çıxardaq mötərizə xaricinə qalsın 7x-in kvadratı çıxılsın 9x üstə gəl 2. Məxrəcdən bu ikisini biri, bu ikisini biri götürək. X kvadrat vurulsun x minus 3 çıxılsın x minus 3 sadələşdirək. Bu bərabər 7 vurulsun. Aydın ki, yuxarının kökləri 1 ilə ABC-nin cəmi 0 deyil, 1 ilə 2 bölü 7 olur. Deməli, A-nın, B-nin, C-nin 0 olanda cəmi biri 1-dir, biri C bölü 6. Biri 1-dir, biri C bölü 6. Deməli, bu 2-dir. Bəli, 2 vurulsun. 2 vurulsun. Təzədən buradan 7. Deməli, x çıx 1 və x çıx 7-də 2. Bu da təzədən x çıx 3. Vurulsun x kvadrat çıxılsın 1 bərabərdir. Deməli, buradan 2 vurulsun x çıx 1. Bir də nədir? 7x çıxılsın 2. Məxrəcdə x minus 3 vurulsun x minus 1, x plus 1. Həmə sadələşdirək. Buradan x minus 1-lər getdi. Deməli, nəhayət burada qaldı x minus 3 vurulsun x plus 1. Yuxarıda qaldı sadəcə 2 vurulsun bu mötərizənin içi. Yəni 14x çıxılsın nədir? 4. İnşallah. Yəni bu təbii nəyə bərabərdir? Bu sol sadələşmişdir. Bayaqdan bəri biz bunu sadələşdiririk. Bu bərabərdir. Həmən deyil, bu A bölünsün. X minus 3 üstə gəlsin. B bölünsün. X nədir? Bu x plus 1-ə. Bəli, bu x plus 1 idi. Bəli, bunu da aydın ki, orta mərəci gətirəndə həmən x minus 3 vur x plus 1 olacaq. Yuxarıda olacaq deməli 14x çıx 4. Burada yuxarıda olacaq A vurulsun x plus 1. Üstə gəlsin B vurulsun x çıx 3. Buradan deməli x-i ax bx, yəni x-i çıxardanda A plus B qaldı. Sonra A çıx 3B. Üstə gəlsin A çıxsın 3B. Aydın ki, x-in qabağında 14 var, x-in qabağında A plus B var, yəni A plus B'si 14'dür. A çıx 3B'si mənfi 4'dür. A çıx 3B'si də mənfi 4'dür.
Bunlar tərəf-tərəf çıxanda 4b bərabərdir 18-ə. Buradan b-si bərabərdir 4,5-ə. A-nı tapanda isə 14-dən çıxırsınız həmin b-ni. Bu da 9,5-ə. Bizdən də soruşurlar. Deməli, nəyi soruşur? A çıx b-ni. A-dan da b-ni çıxanda 9,5-dən çıxırsınız 4,5-i. Cavab elədi 5. Sonra 58-ci sualda ABC yazıldığı sırayla cüt ədədlərdir. A-sı deməli olsun məsələn 2, B-si 4, C-si 6. Bu şəkildə məsələn yaza bilərsiniz 2K, 2K plus 2, 2K plus 4 və s. 4 vurulsun C kvadratı çıxılsın A-nın kvadratı bölünsün B nəyə bərabər? Bu 4 vurulsun deməli C-nin kvadratı yəni 6-nın kvadratı çıx A-nın kvadratı yəni 2-nin kvadratı bölünsün B yəni 4. 4'lər getdi. Qaldı 36 çıxılsın 4. Cavab elədi 32. 59 sual. X-in kvadratı çıxılsın 3x plus 1 bərabər 0. Bunu hər tərəf x-ə böləndə x plus 1 bölü 2x bərabər 3 olacaq. Bizdən soruşurlar x üstəgənsin 1 bölü 2x üstəgənsin x kvadratı üstəgənsin 1 bölü x kvadratı nəyə bərabər? Cəmi yerinə 3 yazırıq. Bu da aydın ki kvadrata cəmi 9 çıx 2 yəni 7. Cavab elədi 10. Bir daha 60-cı suala baxaq. Demək x-in kvadratı çıxılsın 4x üstəgənsin 1 0-dır. Hər tərəf x-ə böləndə x plus 1 bölü 2x bərabər 4-ə. Bizdən soruşurlar x üstəgələ 1 bölü 2 üstəgənsin. X-in kvadratı üstəgənsin 1 bölü x kvadratı nəyə bərabər? Bu cəmi yenə 4 yazırıq. Kvadrata cəmi yenə 16 çıx 2. Yəni 14. Cavab elədi 18. 61-ci suala baxaq. B bərabər 11 olarsa B üstü 4 üstəgənsin 4 bölünsün. B-nin kvadratı üstəgənsin 2B plus 2 nəyə bərabərdir? Bəli, yuxarı yazıram B kvadratı üstəgənsin deməli bu da B üstü 4 4 ha. B kvadrat üstəgələ 2-nin kvadratı çıx 4B kvadratı. Məxrəci olduğu kimi saxlayıram. Yuxarı müxtəsərlə yazsaq, tabi birisi bu 2B-nin mötərizə kvadratı. B-nin kvadratı üstəgələ ki çıx 2B. Bir də bıraq B-nin kvadratı üstəgələ 2 üstəgələ 2B. Bəli, bölünsün B-nin kvadratı üstəgələ 2B üstəgələ 2. Bax, bunlar ixtisar getdi. Qaldı B-nin kvadratı çıxılsın 2B üstəgəl 2. Bu da aydın ki B çıxılsın 1'in kvadratı üstəgəl 1'dir. B də 11'dir. 11'dən 1 çıxanda 10 verir. Kvadratı 100'dür. Üstünə bir gəndə 101. Sonra 62-ci tapşırıq. Deməli, bu da bəlkə oxşadı. Yazırıq 10x'in kvadratı çıx 15 üstəgənsin 5 bölünsün. Məxrəcdə deməli x'in kubu çıxılsın 5x'in kvadratı çıx 2 üstəgənsin 5. Bunu sadələşdirək. 5'i çıxardım qabağa. Qalsın 2x'in kvadratı çıxılsın 3x üstəgən 1. Bunlar da bir-bir götürək şahidlər. X vurulsun. X kvadrat vur x çıx 5. Bir də çıx x minus 5. O da bərabərdir. Gəlin sadələşdirək. Bu x minus 5 vur. X kvadrat çıx 1. Bu da ABC-nin cəmi 0'dır. Biri 1'dir, biri C bölü 6. Bunu sadələşdirəndə 5 vurulsun. 2 vur x çıx 1. X çıx 2 də 1. Aha. Buradan deməli x minus 1'lərin bir ixtisar getdi görürsünüz. Bu bərabər olacaqdı. Deməli. Məxrəcdə qaldı x minus 5 vurulsun x plus 1. Buradan deməli bu 2'ni buna verəcək. 5 vurulsun. Sürətdə qaldı 2x minus 1. Bəli, deyil, bu kəsir bərabərdir. A bölünsün x minus 5. Üstəgənsin B bölünsün x plus 1. Bunu da orta mərəz gətirəndə qaldı x minus 5, x plus 1.
Sürətdə A vurulsun x plus 1 üstə gəlsin B vurulsun x minus 5. Bəli, bunlara baxsanız, baba bunlara. Aydın ki, məxrəclər eynidir. Sürətdə də eyni olmalıdır. Sürət oldu 10x çıxılsın 5, yəni bu. Bərabər bax buna. Burada da A vurulsun x plus 1 üstə gəlsin B vur x çıx 5'e. Buradan ax bx x'i qabağa çıxardığında A plus B qalır. Üstə gəl burada A qalır, burada mənfi 5B. Üstə gələ A çıx 5B. Deməli 10x bərabər bax bu ifadəyə. Deməli A üstə gəlsin B oldu 10. A çıx 5B. A çıx 5B-də mənfi 5'dir. Tərəf çıxanda 6B'si bərabərdir 15'ə. B'si bərabər 2,5'ə. Ona görə A'nı tapanda 10'dan çıxırsa 2,5'i, bu oldu 7,5. Bizdən də soruşsa A çıxılsın 2B. A'sı 7,5'dir. 2'ni də 2,5 vurun 5 verir. Çıxdıq, cavab 2,5 verir. Sonra. Deməli 63-cü sual. Deməli M sıfırdan böyükdür. M sıfırdan böyük. Deməli sual belədir. 2 vurulsun. 1 üstə gəlsin M bölünsün 1 çıx M. Üstə gəlsin 1 çıx M bölünsün 1 üstə gəl M. Bir də bölünsün. 1 üstə gəlsin M bölünsün 1 çıx M. Çıxılsın 1 çıx M bölünsün 1 üstə gəl M. Bəli, bu ifadənin ən kiçik tam qiymətini tapın. Bu 2 vurulsun, orta mərəzi gətirəndə bu oldu 1 çıx M-in kvadratı. Bu da olacaqdı deməli, yuxarıda oldu 1 üstə gəlsin M-in kvadratı. Üstə gəlsin 1 çıx M-in kvadratı. Bəli, bölək, bunu tərsinə yazırmışam. Məxrəc yuxarıda yazacağım 1 çıx M-in kvadratı. Sürət düşür aşağıda, sürətdə olmalıydı 1 üstə gələ M-in kvadratı. Çıxılsın 1 çıx M-in kvadratı. Bu bərabərdir. Aydın ki, ixtisar gedir. Bu bərabər 2 vurulsun. Deməli, bu sürətdə bunu açanda bu müsbət 2, mənfi 2 islah gedir. Qaldı 1, 1, yəni 2. Üstə gəlir 2M kvadratı. Məxrəcdə bu açanda 1'lər M kvadrata gedir. Qaldı 2M çıx mənfi 2, yəni 4M. Burada deməli 2'lər 4'lər hamısı getdi. Qaldı 1 üstə gəlir M-in kvadratı bölünsün M. O da qaldı M üstə gəlsin 1 bölünsün M. Bu da bilirsiniz ki, böyük bərabər 2 olmalıdır. Sadəcə olaraq bu M-in yerinə 1 qoyanda 2'liyir. Burada da M 1 ola bilməz deyə görsünüz. Ona görə mən bunu böyük bərabər yox, böyük 2 yazacağım. Ona görə bunun qiyməti olması 2 müsbət sonsuzluqdur. Burada daxil olan ən kiçik ədəd yoxdur, ancaq tam ədəd var. Ona görə cavab 3'dür. 64. X böyütü 0 olduqda 1 üstə gəlsin x bölünsün 1 çıx 2x üzərinə gəlsin 1 çıx 2x 1 üstə gəl x bölünsün 1 üstə gəl 2x bölünsün 1 çıx 2x çıxılsın. Bu ifadə nəyə bərabərdir? Bəli, orta mərəci gətirəndə 1 çıx x-in kvadratı yuxarıda 1 üstə gələ x-in kvadratı üstə gəlsin. 1 çıx x-in kvadratı. Bu da vuraq, tərsi olacaq. Məxrəc qalxır yuxarı. Qaldı sürət. Sürət düşür aşağıda. 1 üstə gələ x-in kvadratı çıxılsın. 1 minus x-in kvadratı. Bəli, bunlar ixtisar gedəcək. Bu sürətdə aydın ki, 2x-dən mənfi 2x gedir. Qaldı x kvadrat 2 dənədir. Hərəsi 2 dənədir, yəni. 2 dənə 1, 2 dənə də x kvadratı. Burada qaldı 2x çıx mənfi 2x, yəni 4x. Bu da ixtisar gedində deməli 2'də 1 vurulsun. 1 üstə gələ x kvadratı bölü 2. Yəni 2'də 1 vurulsun. X üstə gələ 1 bölü x. Bu da yenə də baxın, bu böyük bərabərdir yox. Bu böyük olacaq. 2'də 1 vurulsun. Bu ifadə bax, bu ifadə böyükdür 2'dən. Bu da 1, yəni böyükdür 1 oldu. Yəni bunun qiymət olası 1 müsbət sonsuzdur. Bura daxil olan ən kiçik tam ədəd 2'yə bərabərdir. 65-ci misala baxırsınız. A parametrin deyil müəyyən qiymətləri üçün bu ax kvadrat üstə gəlsin 3ax üstə gəlsin 4x çıxılsın 6a
Bölünsün deməli x minus 1 vurulsun x minus 2. Bu ifadəsi ixtisar olunan rasional kəsirdir. İxtisardan sonra x bərabər 3 olanda qiymətini tapmaq lazımdır. Deməli, x bərabər 3-ü yadda saxlayaq. Kəsri taparaq, sonra 3-ü qoyarıq yerinə, qiymətini taparaq. 2 dənə hal var və onların cəmini istəyir. Birinci, bu kəsir ixtisar olunursa, şübhəsiz ki, ya x minus 1-ə ixtisar olur, ya x minus 2. X çıx 1-ə ixtisar olunursa, x bərabər 1 kökdür. Nəyin köküdür? Ax kvadrat üstə gəlsin 3ax üstə gəlsin 4x çıx 6a bərabər 0 tənin köküdür. Burada x yerinə 1 yazanda edir a üstə gələ 3a üstə gələ 4 çıxsın 6a uşaqlar 0-dır. Buradan da görürsünüz ki, şey nədir? 4 çıx 6a demək 4 çıxsın 2a bərabər 0-a. A bərabər oldu 2-yə. Demək bizim kəsrimiz nə idi? A-nı ilə 2 yazın. Oldu 2x-in kvadratı üstə gəlsin 6x üstə gəlsin 4x. A-nı ilə 2 yazırıq təbii çıx 12. Bax bölünsün demək x minus 1 və x minus 2. Budur kəsir. Bunu da sadələşdirək. Buradan 2x-in kvadratı üstə gəlsin 12x çıxılsın 12 bölünsün x minus 1 və x minus nədir? 2. Bəli. Bunu da sadələşdirə bilərsiniz. Birbaşa yerinə də 3 də yaza bilərsiniz. Gəlin birbaşa 3 yerinə yazaq. 3 yerinə yazanda bu 3 çıx 2 bura 2 qaldı. 3 yerinə yazanda 3-ün kvadratı 9 belə də 18. Üstə gəlsin deməli 3 yazdıq 30 və çıxılsın nədir? 12. 30 ilə 12 cəmi deməli 48-dir. 48-dən 12 çıxdıq. 36'dır. 36'nı 2'ye böldük. Hele de 18. İnşallah aydındır. 48, bəli 36, 18. İkincisi, x bərabər 2 də bunun köküdür. Aha, deməli, nəyin köküdür? Sürətin. Ax-in kvadratı üstə gəlsin 3ax üstə gəlsin 4x çıxılsın 6a bərabər 0'ın köküdür. X'in yerinə 2 yazanda elə də 4a üstə gəlsin 6a üstə gəlsin deməli 8 çıxılsın 6a bərabər 0-a. 6'lar getdi. Buradan a'sı elədi -2. A-nın yeri -2 yazaq. Kəsir olacaq -2x'in kvadratı. Deməli a-nın yeri -2 yazaq. Deməli çıxılsın 6x. Bir də üstə gəlsin 4x. Üstə gəlsin 12. Bölünsün. X minus 1 vurulsun x minus 2. Bunu da sadələşdirəndə demək olacaq -2x'in kvadratı çıxılsın 2x üstə gəlsin 12. Bölünsün x çıx 1 x çıx 2. Yeni 3'ü yerine yazanda şahitleri məxrəcdə qaldı demək 2. 3'ün kvadratı 9 2 və -18 çıxılsın 6 üstə gəlsin 12. O da bərabər deməli neçədir? Bu -24, -12 bölü 2 -6. Deməli bir qiyməti yuxarıda oldu 18, bu da oldu -6. 18-dən -6'nın cəmi cavab elədi 12. Sonra 66-nı misala baxaq. 1 deməli a kvadrat çıxılsın 2a çıxılsın 1 0'dır. Biz bir hər tərəf a'ya böləndə a çıxılsın 1 bölü a bərabər 2'yə. Bunun kvadratı lazımsa da a kvadrat üstə gəlsin 1 bölü a kvadrat 4 bölü 2 ilə də 6'ya. Demək birinciyə uyğun gələcək sadəcə D bəndi, yəni a çıx 1 bölü a 2'dir. İkinci, a'nın kvadratı çıxılsın 8a plus 2 0'dır. Hər tərəf a'ya böləndə a üstə gəlir 2 bölü a 8'dir. Kvadratı yüksəldin isə a kvadrat üstə gəlir 4 bölü a kvadratı, o da 64 çıx 4 ilə də 60. İkinci də uyğun gəldi. Burada nədir? Təkcə C bəndini veriblər. Sonra buradan yazaq. Üçüncüdə isə a'nın kvadratı çıxılsın 4a üstə gələ 2 bərabər 0. Hər tərəf a'ya böləndə a plus 2 bölü a bərabər 4'ə kvadratı yüksəldəndə a kvadrat üstə gəlsin 4 bölü a kvadratı 16 çıx. Bunu kimsiləyən 4. Elə 12. Bəli, üçüncü də uyğun gəldi. Deməli, həm a bəndi uyğun gəldi, həm də nədir? Y bəndi. 67 sonuncu misala baxırıq. 1.
A'nın kvadratı çıxılsın 3A çıx 3 bərabər 0. Hər tərəfini A'ya bölək. Qaldı A çıx 3 bölü A bərabər 3-ə. Bunu kvadratı yüksəldəndə A-nın kvadratı plus 9 bölü A-nın kvadratı. Bu da 9'un üstüne gəlirdik. Bunu ikincisine yəni. 9 plus 6. Elə də 15. Demək birinci uyğun gəldi. Sadəcə B bəndi. Yəni bunu veriblər. Sonra ikinci A'nın kvadratı çıxılsın 6A çıxılsın 3 bərabər 0 hər tərəfini A'ya böl. A çıxılsın 3 bölü A bərabər 6'ya kvadratı yüksəldəndə A kvadratı üstə gəlsin 9 bölü A kvadratı 36 üstə gəlir 6 elə də 42. Bəli, ikinci uyğun gəldi. Yalnız deməli bunu veriblər. Y bəndi. Üçüncüsü deməli A'nın kvadratı çıxılsın A çıxılsın 6 0'da A'ya böləndə A çıx 6 bölü A bərabər 1'ə kvadratı yüksəldəndə A kvadrat üstə gəlsin 36 bölünsün deməli A'nın kvadratı. Bəli, birin üstünə deməli 12 gəlsin. Belə də 13. 13. Deməli üçüncü uyğun gəldi. Bir A bəndin veriblər 1. Bir də ki C bəndi veriblər 13. Bu qədər. Elhamdülillah. Allah Subhanahu taala zihin açığı versin. Bütün şahidlərimə, bütün oxuyan Respublikanın bütün abituriyentlərinə uğurlar arzu edirəm. Allah sizə xeyir nəsib eləsin. Esselamu aleyküm.